Salam əziz şagirdlər. Gəlin dünən kanalda paylaşdığım belə bir sualın əlinə baxaq. Deyir ki, MNPK paralelogramında NYYP bərabər olarsa, MEPK dördbucaqlısının perimetrini tapın. Biz bilirik ki, paralelogramda qarşı tərəflər bir-birinə bərabər olur. Yəni MN 4 olarsa, PK 4'dür. MK 6 olarsa, MP 6'dır. Bu zaman bunlar bərabər olduğu üçün 6-nı 2 kərə bölüb NY-yi 3, YP-ni də 3 tapırıq. Və bizdən MYPK dördbucaqlısını soruşduğu üçün 4 tərəfə toplayıq. 6 plus 6 plus 4 plus 3 cavabda 19 tapırıq. Digər bir suala baxdıqda ABCD paralelogramında A-yı bərabər Y-də olarsa, ABC dördbucaqlısının perimetrini tapın. Bu zaman da eyni əməliyyatı yerinə yetiririk. 4 deməli Y-də də 2-dir, A-ya da 2-dir. C-də 2-dirsə AB də 2-dir. Deməli BC, YA. Bunları toplayırıq. 4 plus 3 plus 2 plus 2. Cavabımız 11. İzlədiyiniz üçün təşəkkür edirəm.